Vərdiş yalnız davranışlara aid deyil, düşüncəmizdə də vərdiş var. Müəyyən bir müddət ərzində bir səpkidə düşünürsən və o sənin bir vərdişə çevrilir. Və bu düşüncə vərdişləri arasında çox örnəklər var. Baxıb görürsən ki, bəziləri ancaq ağ-qara düşünür. Dost-düşmən bölgüsü aparır. Məni ilə eyni fikirdə deyilsə, bu deməli düşmən mövqedədir. Və yaxud da maksimalist düşüncə tərzi var ki, o da vərdiş əsasında yaranır. Bir işi ya mükəmməl görməlisən, ya heç görməməlisən. Əgər o mükəmməl hissi səndə yaranmadısa, sən o işi üzə çıxartmırsan. Bu yazıçılara da aiddir, incəsənət xadimlərinə də aiddir, alimlərə də aiddir. Hansı bir layihəni bir də görürsən, istədiyin effekti verməyib. Sən o layihəni davam etdirmirsən və yaxud da maksimal effekti alana qədər o qədər işi uzadırsan ki, artıq həvəsdən, motivasiyadan düşürsən. Bəzən olur ki, sən dostuna zəng eləmirsən, dostun telefonu götürmədi, mesaj yazmısan, biraz yubandı cavab verməkdə. Onun cavabını, onun izahını dinləmədən sən deyirsən ki, bu küsüb məndən və yaxud da mənə qarşı fikrim dəyişib. Hansı ki, ola bilsin bu insanın başqa bir problemi var, məntiqi bir səbəbi var. Buna deyirlər ki, birbaşa nəticəyə insanın tullanması. O qədər belə zərərli vərdişlər var ki, bu hamısı düşüncəyə aid olan zərərli vərdişlər. İctimai münasibətləri daha çox pozan səbəblər. Bu hər şey düşüncədir də. Yəni sənin düşüncən əgər zərərli düşüncə formasını alıbsa, sən artıq bu cür düşünürsən, avtomatik sən elə bu düşüncə ilə yaşayırsan. Səhər açılan kimi sənin beynində olan o zərərli vərdiş mexanizmi işə düşür və sən günün sonuna qədər ancaq beynin o cür düşüncə qəlibləri ilə işləyir. Hansı ki, onlar hamısı yanlışdır və sən elə bilirsən ki, bu qənaətə sən özün gəlmisən, elə bilirsən ki, sən düşünmüş halda bu nəticəni çıxartmısan. Bir halda ki, bu vərdişdir. William James'in vərdişə tərifi var. Deyir ki, bu avtomatik davranışdır və o davranışda sən prosesi izləyə bilmirsən. Sən ancaq gözünü açırsan ki, nəticədəsən. Və bu proses sürətlə gedir. Əslində vərdişlərin psixoloji mexanizmi ondan ibarətdir ki, insan az enerji xərcləsin. Çünki sən nə qədər düşünürsənsə, təhlil eləyirsənsə, sənin beynin orada yanacaq məsrəf eləyir. Ancaq vərdiş zamanı iş avtomatik yolla icra olunur. Buna deyilir qısa yol. Vərdiş bizdə bir qısa yollar formalaşdırır. Beyin orada heç bir hərəkət eləmir, passivdir. Beyin özünü axına buraxdığına görə o vərdişlər beyinə sərf edir. Beyin özünü qorumaq üçün, bizim enerjilərimizi qorumaq üçün düşüncədə, davranışda, hisslərdə o vərdişləri formalaşdırır.